Baxın, oldu belə. İndi isə buynuzlarını edəcəm. Buynuzları üçün bu rəngi götürürəm. Və bu ip üçün artıq bu metrədən istifadə edirəm. 2.2 ilə toxuyacağım. Bunun üçün 9 zəncir çəkirəm. İpi biraz uzun saxladım burada. 9 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 zəncir çəkdim. İndi 1, 2, 3. Üçüncü ilməyə 2 ədəd trabzan toxuyuram. 1, 2, 3. 3 ədəd trabzan, 2 ədəd trabzan toxuyuram. Baxın, 1, ipi doladım. Eyni ilməyə 2. 2 ədəd trabzan toxudum. Qalan zəncirləri isə sıx iynə toxuyacağım. Növbəti ilməyə keçirəm. 1, 2, 3, 4, 5 və 6. 6 sıx iynə toxudum. 1 zəncir çəkdim və ipi kəsirəm. İpi biraz uzun saxladım. Baxın, oldu belə. İndi digərini də tez toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Üçüncü ilməyə 2 ədəd trabzan toxuyuram. 1, 2. 2 ədəd trabzan toxudum. Sonradan isə 6 ədəd sıx iynə toxuyuram. Hər ilməyə 1 ədəd. 1, 2, 3, 4, 5 və 6. 6 ədəd sıx iynə toxudum. 1 zəncir çəkdim. İpi yenidən kəsdim. Oldu belə. Baxın, buynuzları da hazırdır. İndi bunun buynuzlarını tikəcəm. Yenidən qalın iynə ilə tikirəm. Əvvəlcə baxın, bunları belə bu baş hissəni açıq saxlamışam, hələ bağlamamışam. Ona görə də hamısını o hissədə edirəm. Yəni buradan çıxardıram. Baxın, belə. İndi bunu burada düyün edirəm. Amma düyün edəndən sonra da tikəcəm. Yəni belə qalmır. Əvvəlcə düyün edirəm. Belə düyün edirəm. Digər ipləri kəsirəm. Düyün etdim. Digər ipləri kəsirəm. Bir ədədini uzun saxlayıram. Tikmək üçün. Bunu saplayıram. Belə. Və bu qısa olan ipləri içəri keçirdirəm. İndi ilk olaraq bunu tikirəm. Baxın, belə. Yəni bərkitmək lazımdır. Sadəcə düyünləməklə burada olmaz. Qırılar çünki sonra.
Belə. Bir-iki dəfə tiksəm bəs edir. İndi digərinə keçirəm. Belə. Bunu da tikirəm belə. İndi isə bu orta hissədən çıxartdım, açıq olan tərəfdən. İndi bu baş hissəni artıq bağlayacağım, çünki üzdə heç bir şey etməyəcəm. Artıq hər bir şeyi etdim. İndi burada hər ilmədən, hər ilməyin üst qatından. Baxın, belə ipi keçirtdim. Növbəti ilməyə baxın, üst qatından. Yəni bizə tərəf olan qatından. Belə. Hər dəfə biz tərəfdən içəriyə doğru iğnəni keçirdirəm. Yəni başqa cür etməyib. Başqa cür etsəz ipi dartanda bağlanmayacaq. Baxın belə. Belə etdim. İndi ehtiyatla əlimi buradan tuturam. Ehtiyatla dartıram. Baxın, dartdım. Və artıq yəni bağlandı bu hissə. Sonra isə bir neçə dəfə içəri tərəfdə iğnəni belə keçirdirəm ki, oradan çıxmasın. Yəni ipi tez kəsmirəm. Baxın, belə. Və artıq bir neçə dəfə keçirdikdən sonra ipi kəsirəm. Bunu da belə etdim. Və artıq bu hissə hazırdır. Qanadları qalır. Bu tip boynuzlu olan oyuncaqlarda boynuz hissə belə əyildiyi üçün mən onu baxın belə iğnə ilə baxın belə edirəm ki, belə qalsın. Belə qalandan sonra iğnəni çıxartsam da qalacaq belə. Yəni belə qalır. Oyuncağı tam qutarandan sonra artıq iğnələri çıxardıram. Baxın, belə. Belə edirəm ki, yəni bunlar qalsın belə. Sonradan oyuncağı bitirəndən sonra artıq o iğnələri çıxardıram. İndi isə qanadlarını edəcəm. Qanadlarını etməmişdən qabaq bandik hissəni də edim. Sonradan qanadları edəcəm. İndi bandikini bu rəng ilə edirəm. Sehirli halqa etdim. Sehirli halqanın içərisinə baxın, belə ipi keçirdim. 1, 2, 3, 4. 4 zəncir çəkdim. İpi doladım. Baxın, belə ipi dartıram. 1 trabzan. İpi belə dartıram. 2, 3. 3 trabzan toxudum. 1, 2, 3, 4. 4 sıx iğnə toxudum və sehirli halqanın içərisindən ilmək sürüşdürmə edirəm. Sonra isə bir zəncir çəkirəm. Baxın, bu oldu bandikin bir qanadı. Sonra yenidən 1, 2, 3, 4. 4 zəncir çəkdim, ipi doladım. Uzun belə ipi dartıram. 1, 2, 3. 3 ədəd trabzan toxudum. 1, 2, 3, 4. Yenidən 4 zəncir çəkirəm və ilmək sürüşdürmə edib bir zəncir çəkirəm. Sonra qısa olan ipi dartıram belə və bu ipi də biraz uzun saxlayıb kəsirəm.
Burada zəncir çəkmişdim. Bunu belə dartıram. Yəni oyuncağı bəzəmək artıq sizə qalan bir şeydir. Yəni necə istəyirsiniz elə edə bilərsiniz. Bu hissəyə də, başının bu hissəsinə də bantik taxa bilərsiniz. Boynuna da, boyun hissəsinə şarf da edə bilərsiniz. Yəni o sizdən asılı olan bir şeydir və orta hissəsinə belə dolayıram. Belə edirəm. Belə etdim. İndi bunu belə boyun hissəsinə bağlayıram. Baxın, oldu belə. Belə fırladıb qabaq hissədən bantikin altında bağlayıram ki, görünməsin. Baxın, belə. Yəni bantik artıq çıxmayacaq. Və sonra kəsirəm. İndi baxın, bantikin alt hissəsindən bu ipi içəridə saxlayıram. Yəni dip hissədən qısa kəsmirəm ipi. Və sonra belə ipi belə etdim. Baxın, oldu belə. Bu formada oldu. İndi isə qanatlarını edəcəm. Qanatlarını edirəm indi. Və indi qanatlarını toxuyuram. Bir ədədini toxumuşam. İndi digərini toxuyacağım. Bunun üçün bu ipi götürdüm. Milçək isə 2,2 millidir. İlk olaraq sehirli halqa edirəm. Sehirli halqanın içərisinə 6 ədəd sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iğnə toxudum və qısa olan ipi çəkirəm. Belə bağlanır bu hissə. İlk ilmək ilə, baxın bununla, ilmək sürüşdürmə edirəm. İçərisindən keçirtdim, bir zəncir çəkdim. Qanada axıra kimi belə edəcəm. Bir ilmək sürüşdürmə edəcəm, sonra isə bir zəncir çəkəcəm. İndi hər ilməyə cüt toxuyuram. Baxın, bir ədəd toxudum dibindəki ilməyə. Bir ədəd toxudum, eyni yerə bir ədəd daha toxuyuram. Yanındakı ilməyə bir, eyni ilməyə bir ədəd daha. Yəni 6 dənə sıx iğnə var idi, hər ilməyə cüt toxuyuram. Olur 12 sıx iğnə. Baxın, oldu. 3 cüt toxudum. Bu oldu 4-cü cüt. Bu 5-ci cüt və sonuncu 6-cı cüt. 6 dənə cüt toxudum. Yenə ilmək sürüşdürmə etdim. Bir zəncir çəkirəm. Növbəti sırada 3 tək bir cüt toxuyuram. Yenə dibdəki ilməkdən başlayıram. Hardan ki ilmək sürüşdürmə etmişdim, həmin ilməkdən başlayıram. 1, 2, 3. 3 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Baxın, cüt toxudum. Yenidən 1, 2, 3. 3 tək toxudum. Növbəti ilməyə cüt toxuyuram. Baxın, cüt toxudum bura. Yenidən 1, 2, 3. 3 tək toxudum və bir cüt toxuyuram. Sonuncu ilməkdə cüt oldu. İlmək sürüşdürmə edirəm ilk ilmək ilə və bir zəncir çəkirəm.
Növbəti sırada isə 4 tək bir cüt toxuyuram. 1 2 3 4 4 tək toxudum, bir cüt toxuyuram. Yenidən 1 2 3 4 4 sıx iğnə toxudum. Bir tək toxuyuram. Yenə 1 2 3 4 4 sıx iğnə toxudum. Bir cüt toxuyuram. İlmək sürüşdürmə edirəm ilk ilmək ilə. Bir zəncir çəkirəm. Qeyd etdiyim kimi hər sırada ilmək sürüşdürmə edib bir zəncir çəkirəm. İndi növbəti sırada 5 tək bir cüt. 1 2 3 4 5 5 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Yenidən 1 2 3 4 5 5 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Eyni qayda ilə təkrar edirəm. 1 2 3 4 5 5 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Cüt toxudum və ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Sonra isə bir zəncir çəkdim. İndi növbəti sıraya keçirəm. Bu sırada 6 sıx iğnə toxuyuram. Bir cüt toxuyuram. 1 2 3 4 5 6 və bir cüt toxuyuram. 1 2 3 4 5 6 6 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Yenidən 1 2 3 4 5 6 6 sıx iğnə toxudum. Yenidən cüt toxuyuram. İlmək sürüşdürmə edirəm və sonuncu artırma sırasını edirəm. Bu sırada isə 7 tək bir cüt toxuyuram. 1 2 3 4 5 6 7 7 sıx iğnə toxudum. Bir cüt toxuyuram. Təkrar edirəm. 1 2 3 4 5 6 7 Yenidən bir cüt toxuyuram. Və sonuncu 1 2 3 4 5 6 7 7 ədəd toxudum. Sonuncu ilməyə cüt toxudum və ilmək sıra sonuna gəldim. Burada ilk ilmək ilə ilmək sürüşdürmə edib bir zəncir çəkirəm. Artırmalar bitdi. İndi isə 4 sıra artırma azaltma etmədən düz toxuyuram. Burada olmalıdır 27 sıx iğnə. Yəni son sırada 27 sıx iğnə olur. İndi bunu 4 sıra artırma azaltma etmədən düz toxuyuram. Yəni hər ilməyə bir ədəd sıx iğnə toxuyuram. 4 sıranı toxuyum, yenidən qayıdıram.
və 4 sıra düz toxudum. Burada qeyd etdiyim kimi 27 sıx iğnə oldu. Və bundan 2 ədəd toxuyuram. 1 ədəd toxumuşam. 1 ədəd daha toxuyuram. Mən artıq toxumuşam bunu. İndi bunları birləşdirəcəm. Baxın, belə olur. Yəni, ümumilikdə toplam bundan 4 dənə toxunur. Yəni, bundan, bir dənə bundan 4 dənə toxunur. İkisi bir birləşir, ikisi də bir birləşir. Mən ikisini birləşdirmişəm artıq. İndi digər qanadını edirəm. Sonuncu 4 sıra toxuyandan sonra, 4 sıra toxuduqdan sonra ilmək sürüşdürmə etmişəm, zəncir çəkməmişəm. Baxın, ilmək sürüşdürmə etdim. İndi digərini götürürəm. İstədiyiniz yerdən başlaya bilərsiniz. Mən elə son ilmədən başlayıram. Baxın, burada ipi kəsdiyim ilməkdən. Buradan başlayıram və bir sıx iğnə toxuyuram. Baxın, belə oldu 1. Bir ədəd toxudum. İndi bura kiçik bir fərqli rəngdə ip qoyacağam. Sıra başlanğıcını bilmək üçün ip qoyuram. Baxın, indi buraya ip qoydum. Çox da seçilmədi rəngi. İndi bundan sonra 26 sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. 26 ədəd sıx iğnə toxudum bir ayaqda. Əslində 27 sıx iğnədir. Sadəcə burada əvvəldə burada birləşdirəndə bir sıx iğnə toxudum axı. Bir sıx iğnə toxuyandan sonra ipi qoydum. Ona görə 26 dənə sıx iğnə oldu. Yoxsa ümumilikdə 27 sıx iğnədir. İndi keçirəm digər ayağa. Digər ayaqda baxın, bu dibdəki ilməkdən götürürəm. Bu sırada mütləq sayın. 1, yenə 27 sıx iğnə toxuyacağım. 1, yenə deyəndə, yəni bunda da 27 sıx iğnə oldu. İlkində bir sıx iğnə toxudum, sonra 26 sıx iğnə toxudum. Toplamda 27 sıx iğnə oldu. İndi bu ayaqda 27 sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27. 27 sıx iğnə toxudum. 27 sıx iğnə toxuyandan sonra bir sıx iğnə daha toxudum. Bura olacaq mənim sıra başlanğıcım. 27 sıx iğnə toxudum. Toxuyandan sonra bir sıx iğnə toxudum və bitirdim. İndi bu sıradan etibarən azaltmağa başlayıram. İndi bura fərqli rəngdə ip qoyum ki, görünsün, bu görünmür. Fərqli rəngdə ip istifadə edirəm. İndi bu sıradan etibarən azaltmağa başlayacağım. Bu hissədə burada ümumi oldu 54 sıx iğnə. Bu sıranı sayın. Növbəti sıraya keçməmişdən qabaq bu sıranı sayın ki, davamı düzgün olsun.
İndi bu sıradan etibarən azaltmağa başlayıram. 7 sıx iğnə toxuyuram, bir azaltma edirəm və bunu sıra sonuna kimi 6 dəfə təkrar edirəm. İndi başlayıram toxumağa. 1 2 3 4 5 6 7. 7 sıx iğnə toxudum. Azaltma etdim. Yenidən 1 2 3 4 5 6 və 7. 7 sıx iğnə toxudum. Yenidən azaltma etdim. 1 2 3 4 5 6 7. 7 sıx iğnə toxudum yenə. Bir azaltma edirəm. Yenə 1 2 3 4 5 6 7. 7 sıx iğnə toxudum. Yenidən azaltma edirəm. 1 2 3 4 5 6 və 7. 7 sıx iğnə toxudum. Azaltma etdim. Növbəti 1 2 3 4 5 6 7. 7 sıx iğnə toxudum. İndi azaltma edirəm. Baxın, azaltma etdim. Azaltma etdim. Düz sıra sonuna gəldim. Görürsünüz, üst-üstə düşür. Azaltma etdiyimdən sıra başlanğıcı baxın düz oldu. Yəni belə düz gəlməlidir. Əgər düz gəlmirsə, hansısa hissədə itirmisiniz. İndi növbəti sıraya keçirəm. Yəni bu sırada oldu. 6 dəfə azaltma etdim. 48 sıx iğnə qalır. Yəni bu sırada 48 sıx iğnə olmalıdır. İndi növbəti sıraya keçirəm. Bu sırada 6 sıx iğnə toxuyuram, bir azaltma edirəm. 1 2 3 4 5 6. 6 sıx iğnə toxudum. Bir azaltma etdim. Yenidən 1 2 3 4 5 6. 6 sıx iğnə toxudum. Bir azaltma etdim. Yəni bunu 6 dəfə təkrar edirəm bir sırada. 2 3 4 5 6. 6 sıx iğnə toxudum. Yenidən azaltma edirəm. 1 2 3 4 5 6. 6 sıx iğnə toxudum. Azaltma etdim. 1 2 3 4 5 6. Azaltma etdim. Azaltmanın fərqli formaları var. Mən azaltmanı belə eləyirəm. Yəni bizə tərəf olan ilmələrdən ikisindən bir yerdə ipi keçirdirəm. Olur azaltma. Elə edirəm mən azaltmanı. 1 2 3 4 5 6.
6 sıx iynə toxudum, azaltma etdim. İndi növbəti sıraya keçirəm. Növbəti sıra, yəni bu sırada oldu 42 sıx iynə. Azaltmaları edəndən sonra burada 42 sıx iynə qalır. İndi növbəti sıraya keçirəm. Bu sırada 5 sıx iynə toxuyuram, 1 azaltma edirəm. 1 2 3 4 5 5 sıx iynə toxudum, 1 azaltma etdim. 2 3 4 5. Bunu da sıra sonuna kimi 6 dəfə təkrar edirəm. Bu hissəni kəsmirəm, tam çəkirəm videonu. 1 2 3 4 5 5 sıx iynə toxudum, azaltma etdim. 1 2 3 4 5 yeniden azaltma ettim. 1 2 3 4 5 azaltma ettim. 1 2 3 4 5 yeniden azaltma ettim. Azaltmaları edəndən sonra sıra sonuna gəldim yenə ip koyduğum yerə. Azaltmaları edəndən sonra burada qalır 36 sıx iynə. Yəni 5 tək bir azaltma etdim. 36 sıx iynə qaldı. İndi növbəti sıra. Bu sırada 4 tək bir azaltma edirəm. 1 2 3 4 azaltmanı etdim. Yeniden 1 2 3 4 4 sıx iynə toxudum. Azaltma ettim. 1 2 3 4 yeniden azaltma edirəm. 1 2 3 4 4 sıx iynə toxudum. Azaltma etdim. 1 2 3 4 4 sıx iynə toxudum. Yenə azaltma edirəm. 1 2 3 4 4 sıx iynə toxudum, azaltma etdim və sıra sonuna gəldim. Baxın, belə get-gedə yığılır. Belə bu formada olur. İndi növbəti sıraya keçirəm. Bu sırada 3 tək bir azaltma edirəm. Yenə bunu 6 dəfə təkrar eləyirəm. 1 2 3 3 sıx iynə toxudum, bir azaltma etdim. 1 2 3 3 sıx iynə toxudum, yenə azaltma etdim. 1 2 3 azaltma etdim. Yeniden 1 2 3 azaltma ettim yine. 1 2 3 3 sıx iğne toxudum və azaltma etdim. Sonuncu 1
2, 3. 3 sıx iğnə toxudum və azaltma etdim. İndi bu sırada isə, yəni növbəti sırada isə 2 sıx iğnə toxuyuram, bir azaltma edirəm. 1, 2. 2 sıx iğnə toxudum. Bir azaltma oldu. 1, 2. 2 sıx iğnə toxudum. Bir azaltma etdim. Yeniden 1, 2. 2 sıx iğnə toxudum. Bir azaltma. 1, 2. 2 sıx iğnə toxudum. Və bir azaltma etdim. 1, 2. Yəni hər sırada 6 dənə azaltma edirəm. 1, 2. 2 sıx iğnə toxudum və sonuncu azaltmanı edirəm. Oldu belə. Burada olur 18 sıx iğnə. Baxın, bu hissədə 18 sıx iğnə qalır. İndi isə artırma azaltma etmədən, heç bir azaltma falan etmədən düz toxuyuram. Yəni hər sırada 18 sıx iğnə olmaqla düz toxuyuram. Baxın, 1, ip keçdi bura. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bir sıra düz toxudum. İndi növbəti sırada bir sıra daha düz toxuyuram. Yəni 18 sıra, 18 daha doğrusu sıx iğnə toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18. 18 sıx iğnə toxudum. Yəni 2 sıra artırma azaltma etmədən düz toxudum. İndi isə toxuyuram, ilmələrin indi sayını deyəcəm, amma məqsəd nədir? Toxuyuram, bura kimi toxuyuram. Sizdə indi neçə sıx iğnə olacaq, o dəyişə bilər. Baxın, indi toxuyuram, sayıram 1, 2, 3, 4, 5, 6. Baxın, 6 sıx iğnə toxudum. Sizdə bu 5 də ola bilər, 7 də ola bilər. Yəni bir sıx iğnə artıb azala bilər. Toxudum. Bunu toxuyandan sonra ilmək sürüşdürmə edirəm. Baxın, belə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Baxın, yəni belə üst-üstə düşməlidir. Bu qanatlar, baxın, belə olmalıdır. Ona görə bura kimi toxudum. İndi bunun ikisini bir yerdə toxuyacağım. Baxın, bir sıx iğnə buradan götürürəm, birini isə digər qarşı tərəfdən. Bir, 2,
3 4 5 6 7 8. Sizdə 9 da ola bilər, 8 də ola bilər. Yəni onun bir böyük fərqi yoxdur. İpi burada düyün edirəm. Baxın, alınır belə. Və ipi kəsirəm. Baxın, qanadlar oldu belə. İndi bu qanadları tikəcəm. Baxın, belə idi. İndi bu qanadları tikirəm. Əvvəlcə iynə ilə sabitləyirəm. Baxın, bunu belə edirəm. Baxın, bu oldu birinci qanadı. Bu isə digəri. Baxın, belə. Bu artıq lazım deyil. Belə birləşdirirəm. Daha doğrusu bərkidirəm. Siz istəsəniz, məsələn, mən burada 2 sıra 18 sıx iynə toxudum da qanadda. İstəsəniz, biraz uzun edib bu hissəni birləşdirə bilərsiniz. Mən də amma belə etdim. İndi bunu tikəcəm. Qanadlarını tikəcəm. İpin birini uzun saxlamışdım. İndi onu saplayıram. İynəni götürəm. Baxın, bu iynələrlə tikəcəm. İndi necə edirəm? Bir ilmək buradan götürürəm. Belə. Biraz bu iynələr arxa hissədən edim. Mane olmasın tikəndə. Və buradan. Baxın, belə. Belə bunu birləşdirirəm. Bu arada kanalıma abone olmayı unutmayın. Dəstək üçün videoları bəyənə bilərsiniz, paylaşa bilərsiniz. Artıq birləşdirdim bir qanadını. Baxın, oldu belə. Birini birləşdirdim. İndi bunu burada belə bərkidəcəm. Baxın, orta hissələrdən. Orta deyəndə, yəni belə şəkildə göründüyü, videoda göründüyü kimi. Bu hissədən iynəni çıxartdım. Amma eyni yerdən batıb, içərdən bir yerdən keçirdib, yenidən. Yəni, məqsəd bunu biraz bərkitməkdir belə. Baxın, belə oldu.
İndi digərinə keçirəm. Belə. Baxın, belə oldu. İndi digər qanadını tikirəm. Bunun öz ipindən istifadə etmirəm. Digər, yəni bununla davam edirəm. Bunun üçün buradan bir ilmə götürdüm. Eyni qayda ilə tikirəm. Baxın, belə birləşdirirəm bunu bura. Belə bərkidirəm ki, çıxmasın. İndi bunun da bu qanadında bu hissəsini biraz bərkidəcəm. Bu iynələri artıq çıxardıram, ehtiyac yoxdur. Baxın, belə. Buradan eyni yerdən iynəni keçirdirəm, amma içəri hissədə yerini dəyişirəm. Yəni, bura dartılmasın, ona görə onu edirəm. Baxın, oldu belə. İndi digər ipi də burada keçirdib düyünləyəcəm. Bunu keçirdim bura. Məndə biraz burada bu hissədə əyrilik oldu. Siz düz tikərsiniz. Biraz əyri oldu məndə. Yəni, baxın, bu hissə biraz qalxdı yuxarı. Siz onu hissəni düz tikərsiniz. Və belə kəsirəm ipi. Qalanını içəridə saxlayıram. Belə. Baxın, oldu belə. Artıq bunları da çıxardıram. Baxın, təzə birləşdirəndə bunlar əyilirdi. İynə ilə elə saxlamışam ki, biraz elə qalandan sonra artıq öyrəşir, elə də qalır. Yəni, belə düz qalır. Baxın, belə oldu. Əgər bəyəndinizsə, kanalıma abunə olmağı unutmayın. Videonun altında rəylər bildirə bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz.
Yaxınlarınızla paylaşa bilərsiniz. Dəstəyinizi əsirgəməyin. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.